The correct interrogative sentence. Düzgün sual cümlələrini seçin. When did you visit your grandparents? Sən böyük, yəni nənə babalarını nə zaman ziyarət etdin? Söz sırasına baxsaq, köməkçi feil, mübtəda səs feil sırası düzgün olduğu üçün birinci cümlə doğrudur. Why she's late for school qeyd olunub. Sual sözündən sonra birbaşa mübtəda başlamaz deyə ikinci sualımız yəni səhvdir. Does your brother plays football every day? Does yazdığımız üçün feildəki S düşməli idi. Plays-də S saxlanıldığı üçün 3 də yanlışdır. How often do they go to the library? Onlar nə qədər müddət, yəni nə qədər tez-tez kitabxanaya gedirlər. Söz sıramız doğrudur. Sual sözündən sonra köməkçi feil, mübtəda əsas feil gəlib və 4 doğrudur. Where did Tom buy his new bag? Və qeyd etsək yenə sual sözündən sonra köməkçi feil, mübtəda əsas feil və ikinci dərəcəli üzv sırası doğrudur. 5-ci cümlədə düzgün hesab olunur. 1, 4, 5 A variantı doğru cavabdır.